Müəllim bir nüvəli quyruq hüceyrəsində sitogenez başlandığı anda xromosomların sayı 96-dır. Tamam, bir nüvəli quyruq hüceyrəsində sitogenez başlanıbdır və xromosom sayı 96-dır. İnterfazanın sonunda xromatitlərin sayını, yəni bizdən A-nı soruşurdu. Deyirdi ki, A-nı hesablayın. Tamam, baxaq biz buna. Deməli, biz bilirik ki, mitoz bölünmə gedir quyruq hüceyrəsində. Çünki başqa cür bölünmə mitoz bölünmədən başqa quyruqda gedə bilməz. Və biz burada hüceyrələri çəkək. Məsəl üçün biz burada interfazanı qeyd edirik. Interfaza bizim dərslikdə də iki şəkildə göstərilibdir. Əvvəli və sonu olaraq verilibdir. Burada xromosom sayı nə qədər idi? Veribdir. Sitogenez başlandığı anda xromosom sayı 96-dır. Ümumiyyətlə burada xromosom sayını yazsaq, məsəl üçün 2N olurdu və 2S ya da C olurdu. Burada da 2N xromosom sayı, burada 4S və ya C kimi göstərilirdik. Sonra nə göstərilirdi? Profaza mərhələsi göstərilirdi. Profazda xromosom sayı dəyişmir, 2N, 4S olaraq qalır. Sonra metafazda xromosom sayı dəyişmirdi. Metafaz olaraq qeyd edirik. Yenə 2N, 4S olaraq qeyd edirik. Sonra gəlirdi metafazdan sonra anafaza mərhələsi gəlirdi. Anafazada xromosomlar artıq burada dəyişirdi. 2N, burada da 2N. Çöl tərəfdən yazıram. 2S və 2S. Bilirsiniz ki, tək xromatidli xromosomlar yarandı. Xromosom sayı 2 dəfə artdı. Artıq görürsünüz 4N, 4S oldu. Və gəlirdik telefaza mərhələsi. Bunun eynisi olacaqdı. Sitogenez başlamağa, yaranmağa başlayıbsa sitogenez prosesi. Deməli, burada 2N, 2S olacaqdır. Və bizdə bunu soruşur. Deyir ki, bu mərhələ, baxın, sual işarəsini bura görə qoymuşduq, bunu tapacaqdıq. Sual işarəsi interfazanı soruşurdu, amma burada say vermişdi, üzr istəyirəm. 96 veribdir. 96 say, baxın, bura aiddir. Və bu mərhələdə bilirik ki, sitogenez başlamağa, yaranmağa başladı. Sitogenez prosesi sitoplazmanın bölünməsinə deyirdik. Və burada xromosom sayıdır, 4N olaraq veribdir. Yəni 96 buradadırsa artıq 48 burada olacaqdır. 48-i də bu birisi qütbdə olacaqdır. Yəni 48 xromosom vardı bu ana hüceyrədə. Deməli 2N-imiz neçə idi? Tapdıq ki 2N bərabərdir 48-ə. Tamam, bizdə interfazanın sonunda xromosomların sayını soruşurdu və xromatitlərin sayını soruşur. Baxın, interfazanın sonunda xromatitlərin sayını soruşurdu. Interfazanın əvvəli, məsəl üçün bu A hüceyrə, deyək ki, bu hüceyrədir, bir rəqəmi yazdığım hüceyrə. Sonu da bu iki rəqəmi yazdığım hüceyrədir. Və bunu soruşursa bizdən, bir iki burada 4S olurdu. Yəni xromosom nə qədərdir? Bu hüceyrəni yazıq bura. 2N yenə bərabərdir 48-dirsə, 4S bərabərdir 96 olacaqdır. Bizdən bunun 96 xromatidini soruşurdu. Düzgün cavab 96 olacaqdır.